Salam, sizi yeni bir videomdan salamlayıram. Bu günləri sizlərlə birlikdə borş hazırlamaq istədim. Borş dedim hazırlayım. Havalar da soğuk keçir. Bizim ümumiyyətcə evimizin vazkeçilməzi yeməklərin biridir. Yəni uşaqlar da sevir, özümüz də sevirik. Daha çox da bu qış aylarında, bu qış havalar soğuk keçəndə qışda daha çox tez-tez bişirdiyim bir yeməkdir. Bilmirəm, aranızda sevənlər varmı? Bizim dediyim kimi uşaqlar da sevir, özümüz də sevirik. Mən yəni sup kimi deyim, yəni sulu yemək kimi belə soyuq havada daha çox yəni belə borşu daha çox üstünlük verirəm. Qızlar, mən 2 ədəd soğan götürmüşəm. Biri balacaydı, biri biraz böyüydü. Gördüyünüz kimi 2 ədəd soğan götürmüşəm. Əvvəlcə soğanları yağ soğan edib dağ edəndən sonra isə kələmi tökəcəm. Bilirəm, yəni örgətmək kimi yenə deyirəm, əvvəlki videolarımda dediyim sözü yenə də tutaraq deyirəm. Yəni örgətmək məqsədi ilə çəkmirəm. Sadəcə bir vlog kimi, bir video kimi çəkmək istədim ki, yəni bir belə deyim, bir videomda, bir yəni kanalımda bir borş yeməyi olsun, yəni bir video olsun. Soğanlarımı doğradım, yudum, doğradım xırda-xırda. Əti qıraqda qoymuşam bişir. Yəni əvvəlcə qoyuram həmişə belə ətini bişirirəm, sonra isə belə yəni ərzaqlarını doğrayıram. Soğanı da yəni doğramışam, nə iri, nə xırda doğramıram. Normal orta ölçüdə soğanı doğrayıram. Bəlkə də oradan böyük görsənə bilər, amma lap da böyük etmirəm, belə deyim. Yağını tökəcəm. Çünki deyirsiniz ki, yağını az tökmüsən. Yağını az tökməmişəm qızlar. Çünki ətim də yəni yağlı ətdir, heyvan ətidir. Ona görə də yəni yağ onun da özünün yağı var idi. İçərisinə də quyruq da atmışdım. Ona görə də çox yağ atmadım. Kartuşkaları da belə doğradım kub-kub. Qoyacam qırağa. Əvvəlcə yağ soğanını, kələmini yağda soğanda biraz qovurub, ondan sonra yəni suyunu, ətini tökəndə kartuşkalarını da tökəcəm. Belə deyim qızlar, bizim sevə-sevə, yəni yediyimiz, sevə-sevə hazırladığım bir yeməkdir. Bilmirəm, sizlər də sevirsinizmi? Hər halda borş belə deyim, yəni xeyri bir yəni yeməkdir. Çünki içərisində olan ərzaqların hamısı istər yer köküsü olsun, istər çuğunduru olsun, hamısı yəni xeyirli bir ərzaqlar olduğu üçün mənə elə gəlir ki, borş yeməyi daha xeyirli olar. Mənim hər zaman iri sümüklü olanda ətim qırağa qoyuram, onu sırf borş üçün hazırlayıram ki, yəni iri o əti pörtləmək edəndə yəni o qədər də yaramır da, belə deyim, iri sümüklü ət. Ona görə hər zaman borş üçün saxlayıram, qoyuram qırağa, əlimin altında soyuducuda saxlayıram ki, yəni tez-tez borş edim. Ən çox da qış aylarında daha çox sevirik. Həm isti, soyuq havada yəni borş daha yaxşı olar. Mən elə başa düşürəm. İndi bilmirəm, aranızda sevənlər, sevməyənlər olar hər halda. Yəni ağız dadımız, ağız təyimiz hamınki bir olmur. Yəni sevən də olar, sevməyən də olar. Ona görə də yəni zövqlər müxtəlifdir. Kələmi də belə doğrayıram, sonra xırdalayıram. Çox xırdalamıram qızlar, çünki kələm istər-istəməz bişir. Lap da xırda-xırda doğrayanda çox belə xırdalanır. İstər-istəməz yəni boş elə bir yeməkdir ki, özümüz bilirik ki, qaynamalıdır, bişməlidir. Ona görə də çox da xırdalamıram. Onda elə bir ki, içərisində kələm çox xırdalanır. Elə də çox xırdalananda sevmirəm. Kələm də yəni bərk kələm götürməmişəm qızlar. Yəni biraz boş kələm götürmüşəm. Yağ soğanım dağ oldu. Üzərinə pomidor yəni pomidor tomatını vurdum. Biber, pomidor, tomatı özüm hazırladığım, evdə hazırladığım yəni tomatdan da vurdum. Ki yəni rəng onsuz da düzdür.
çuğundur vursaq da belə, amma yenə də tomat ona rəng verir. İndiki çuğundurların qızlar, bilmirəm, bu axır vaxtları mən aldığım çuğundurların hamısı rəngi istədiyim kimi qırmızı çıxmır. İstər vinegretdə olsun, istər də belə turşularda olsun. O günləri almışdım, turşu da qoyanda o qədər də xoşuma gəlmədi rəngi. Təzədən əlavə yenə də çuğundur əlavə etdim. Ondan sonra onun rəngini tutdurdum. Çünki indiki çuğundurların heç bir rəngi yoxdur. Alırıq, market olsun, istərdi yəni bazardan olsun, deyirlər yaxşıdır, amma gətiririk evə, o qədər də yaxşı çıxmır. Ona görə də elə yəni bir ədəd böyük götürmüşəm. Bir də balaca da əlavə etdim. Tomatını da vurdum. Çünki tomatım da həm pomidor, həm də biber tomatı idi. İkisini mən hər zaman bir qatıram. Hər zaman da yayda edirəm ki, mən borşdu, salyankadır, bu yeməkləri daha çox istifadə edirəm. Ona görə də mənim yəni hər zaman yəni biber tomatına, pomidor tomatına yəni ehtiyacım olur. Ona görə də özüm evdə hər zaman yayda hazırlayıram. Əlimin altında da olur. Tez bazarda nəyəsə istifadə edəndə özümdə olur. Yəni bir banka açıram, özüm istifadə edirəm. Alınma tomatlar qızlar, bilmirəm, əvvəlki kimi daha rəngi çıxmır. Həm də ki nə qədər böyük banka alsan da belə, amma elə bir ki, necə deyim, keyfiyyətsiz mi olur, yəni tez qutarır, rəngi də çıxmır. Ona görə də heç vaxt alınma tomatı sevmirəm. Bilmirəm, aranızda yayda belə banka bağlayanınız varmı, bağlayırsınızmı? Sizin fikirləriniz necədir? Yəni banka bağlayanda qışda əlinizdən tuturmu? Mən şəxsən öz adımdan deyirəm ki, yəni çox əlimdən tutur. İstər soyuducuya qoyanda, yəni pomidor, mən adi keçən dəfə çox əlimdən tutdu. Bu il sağlıq olsun, yayda daha çox edəcəm. Biber, pomidor soyuducuya qoymuşdum qızlar, keçi ətindən, yəni keçi pörtləməsi hazırlayırdım. Elə əlimin altında oldu. Tez bazarda götürdüm, bişirdim. Çox sərf edir, çox razı qaldım. Dadı da heç dəyişmir. Elə həmən dad. Siz də istəsəniz yayda edə bilərsiniz. Çox razı qaldım qızlar. Düzdür, bu il mən az etmişdim, amma sağlıq olsun, yeni də fikrim var ki, yəni sveji pomidorları doğrayıb soyuducuya qoyacağım. Çox əlverişlidir, çox əlimizdən tutur. Mən həmən o pomidorlardan belə deyim, əlimin altında olanda elə olur ki, pizzaya da vururam. Bəzən pizzaya pomidor az olanda elə oradan da götürürəm, pizzaya oradan vururam. Belə, yəni çox uzun-uzadı danışmaq istəmədim. Yəni sadəcə fikirlərimi çatdırdım. Həm də dedim, biraz söhbət eləmiş olaram sizlərlə. Hər birinizin, yenə deyirəm, fikirləriniz mənim üçün maraqlı olar ki, siz necə edirsiniz, hansı üsulla edirsiniz, siz necə bişirirsiniz borşu. Bəlkə siz daha fərqli bişirirsiniz, mənə yəni yorumlarda yaza bilərsiniz. Mən belə deyim, tiyorkadan keçirdirəm. İstər yer kökünü, istər də çuğunduru doğramıram. Doğrayanda uşaqlar biraz narahatçılıqla yeyirlər. Amma belə doğrayıb tökəndə, yəni tiyorkadan keçirdəndə həm rəngi daha yaxşı çıxır, həm də rahat olur, rahat da bişir. İstər-istəməz bilirik ki, çuğundur yəni bərk olur. Nə qədər qaynasa da, nə qədər yəni bişsə də biraz bərkliyi olur. Amma belə edəndə yəni bərk olmur. Duz da tökdüm. Çünki ətə duz vurmuşdum. Çox elə duz vurmadım qızlar. Biber də adi biber. Yəni mən istot vurmadım. Qırmızı biber atmışam. Biraz qaynasın. Sonra isə götürürəm. Baxıram, görürəm acılığı çoxdursa da onda yəni götürürəm. Düzdür, biz acılı xoş duyuruq. Amma baxır da, yəni biberin acılığına, yəni şirinliyinə, yəni onu da özünüz, yəni öz nəzərinizdə, öz ağız dadınıza görə tökə bilərsiniz. Çuğunduru da mən elə tiyorkadan keçirdim, yer kökündə belə keçirdim.
elə atacağım. Dediyim kimi çuğundur da olsa belə, yer kökü də olsa belə istər-istəməz bərkdir. Kələm yumşaqdır, kələm tez bişir. Əti də qıraqda bişirmişik. Yəni ona görə yəni onlar tez bişir, amma bu bərk olduğunda bu gec bişir. Kartuşka da yəni tez bişən bir yəni tərəvəzdir. Ona görə də amma çuğundurla yer kökü bərk olduğu üçün mən onu teorkadan keçirdirəm ki, rahat tez bişsin. Mən xoşum gəlir, yəni boş belə deyim, pux bişsin, yəni içərisində çiyilik qalmasın, yeyəndə ağızda xıçıldamasın, rahat pux bişsin. Ona görə də hamısını belə edirəm. Yəni teorkadan keçirdirəm ki, rahat da bişsin. Yəni hamısını bir əl qoyuram, kələmini də, yer kökünü də, çuğunduru da bir əl qovururam yağda, soğanda, tomatında, sonra üzərinə ətini, suyunu tökürəm. Yəni qıraqda bişirdiyim ətin suyunu süzürəm, suyunu da, ətini də elə tökürəm. Bişir. Düzdür, o ətin suyu azlığı edir qızlar. Mən əlavə suda atıram. Yəni ətin suyu çoxdursa da ehtiyac yoxdur. Amma mənim ətimin suyu yəni qaynamışdı. O qədər də çox yox idi. Ona görə də əlavə su artırdım. Yəni borş bildiyimiz kimi sulu olur. Ona görə də əlavə su artırdım. Bir bibarı da ortasından qırdım, tökdüm. Yəni artıq əgər baxacam, görəcəm ki, əgər çox acıdırsa da onda tez çıxardacağam. Lavron list də yerində hər zaman olduğu kimi lavron listində tökdüm. Gördüyünüz kimi ətin suyunu da süzəcəm. Çünki əti əlavə etmişəm. Qırağa qoymuşam. Ətin suyunu da süzəcəm. Əlavə üzərinə su alacağım. Ki yəni çünki suyu az idi ətin. Ona görə də suyunu alacağım ki, qoy tam yəni pux belə deyim, yaxşı bişsin. Mən demirəm əzik olsun, amma yaxşı bişsin. Belə qızlar, mən bişdi yeməyim. Qızlar, mən servis edim. Düzdür, deyirsiniz ki, nə tez pişdi, o hissəni çəkmədiniz. Telefonum söndü qızlar, zaretkası qutarmışdı, söndü. O hissəsini çəkə bilmədim. Amma gözəl bişib. Servis edim, uşaqları yesinlər. Çox gözəl də yəni bişdiyi pux. Amma bir söz deyim ki, bəlkə də videoda orada rəngi elə qırmızı düşmüyüb. Bilmirəm, telefonda niyədənsə də hər zaman yəni elə qırmızı rəngi biraz solğun düşür. Yəni rəngi çox gözəldir, qırmızıdır, yaxşıdır, rəngini yəni sevdim. Çünki əlavə mən artırdım. Yer kökünü yox, amma gördüm o çuğundurun yaxşı rəngi çıxmır. Əlavə mən çuğundur da yəni teorkadan keçirdim. Çünki rəngini istədiyim kimi tutdurdum. Üzərinə biz sarımsaq tökəcəyik. İstəsəniz mayonezlə də yeyə bilərsiniz. İstəsəniz adi qatıqla da, yəni zövq özünüzə buraxıram. Ağız dadınız özünüzə buraxıram. Belə qızlar. Sağ olun, Allah amanında qalın. Növbəti videolarımda görüşənə qədər kanalıma abunə olmağı, like atmağı hər birinizdən gözləyirəm əziz izləyicilərim. Göz haqqınızı halal edin. Növbəti videolarımda görüşənə qədər.